Hamıya salam olsun. Xoş gördük hamınızı. Biz Sara'la gedirik mağazinə. İstədim evdə qoyam, amma gördüm yox, alınmır, durmur evdə. Və dedim, gedək bir birlikdə gələk. Sara düzdür? Məlikə üstünüzə sağlıq xəstələnib, məktəbə getməyibdi. Nəsə qızdırması var, ürəyə bulanır, yemək yeyə bilmir. Dedi ki, mama, şey istəyirəm. Onlar keçən il eləyirdilər, nənəsi eləyirdi, yeyirdi. Bunlar da xoşları gəlirdi, nənəsinlə birlikdə yeyirdilər. Mağazin şorundan eləyirlər, bir də içinə meyvə doğrayırlar. Şorun içinə meyvə doğrayıb elə yeyirlər. Xoşlarına gəlirdi. İndi heç nə yemir. Nə deyirəm, deyir, yox, istəmirəm. Ürəyə heç nə istəmir. Elə dedim, fikirləş gör nə istəyirsən. Dedi ki, mama, şorundan meyvə istəyirəm. O hardan gəldi, yadına düşdü, bilmirəm. O da evdə yoxdur deyə şordan neçə vaxtı heç ondan yemirik. Yadımıza da düşmür ki, Allah. Dedim, gedim şor alım, bir də meyvə də, elə bir meyvə yoxdur evdə. Gedim meyvə də alım. Gətirim, hazırlayım, inşallah ki, yeyər. Heç nə yeməyibdi səhər durandan. Axşam da heç nə yemədi ki, ürəyim bulanır, yeyə bilmirəm. İndi gedək marketə Sara'yla birlikdə. Hələ bugün gedib Rənanı da məktəbdən götürməliyəm. Onda yəqin ki, Sara'nı aparmaram. Telefona verərəm, baxar, oturar sakit. Mən də tez gedib Rənanı götürərəm. Sara'yla heç mümkün deyil də yol getmək. Hələ indi gedək görək mağazində sakit duracaqmı? Mağazindən qaydırıq, aldıq. Belə alma aldım, bir də ərik aldım. Dedim, şorla məncə daha yaxşı olar da. Şor da obadaydı. O birinci getdiyim 313 marketdə şor olmadı. Ona görə getdim, obadan aldım şor. Amma meyvələri o birisi marketdən aldım. Elə əriklə alma baxdım ki, məncə daha yaxşı olardılar da. Apelsin var idi, mandarin var idi, alça var idi, amma onlar şorla getməzlər. Yaxşı olmayacaqlar. Ona görə elə bunu aldım. Əriklə almanı. Gedək görək, inşallah Məlikə bəyənər, yeyər. Gedək. Gündə hava yaman istidir. Gündür. Hələ sabaha lap isti deyiblər. 6 bazar lap isti olmalıdır. Mən də istiləri sevmədiyim üçün belə xoşlamıram belə havanı. Biraz sərin olsa yaxşıdır. Şeker katın tatlansın. Yok. Kalan ama yine de ihtiyat ediyor. Şekil bayrakına bızıldıyor. Yeter iyi bunu. Yapalım bakmış. Bir kilo dedim almak, 4 tane almak düştü. Kilosu 2 manat 70 qəpikdir. Hardan aldı? Bana bir şey de verdi. Ben qardaşlara bir Sara'na giderim, onlara baxar. Bakın hadi şey yapmış buraya. Sen de versen, sen de verdin ha? Sen de verdin masa. Uzak durma diye. Bak yapacağız. Şimdi bir gün parmağıma tutulmuş. Şöyle güzel. İçecek yapmış. Bence para çekecektim bakın işte. Neyse. Çok hoş. Hazır elədim belə şorla, almadır, bir də ərikdir. Mələkə banan da istəmişdi, amma banan o mağazində yox idi deyə uzağa da Sara'la gedə bilmirəm. Elə belə hazır elədim, inşallah ki, yeyər. Belə adi vaxtı bunu çox sevirdilər. Sadəcə axır vaxtı nəsə yadlarından çıxmışdı, eləmirdilər. İndi birdən yadına düşdü ki, mama bundan ürəyim istəyir. İndi verim, inşallah ki, yeyər bunu.
Bunu gətirmişəm yumağa. Bunu qabaqlar qoyduq paltaryana. Paltaryanı xarab elədi. Paltaryanın barabanını xarab elədi. Çünki bu istananda çox ağır olur belə adyallar. Mən də bilmirdim. Qoymuşdum paltaryanı, da paltaryanı xarab elədi. Usta gəlib düzəldəndə dedi ki, ağır şeylər olmaz. İndi ondan sonra belə uşaqların vannası var, o yekədir qəşəng. Onun içinə qoyuram bunu. İndi birinci bu şampundan istəyirəm töküm, çünki paraşok Ariel işlədirik. Onu da tökəndə o yaxşı köpüşkəmir, yaxşı yumur. Elə bir o ancaq paltaryanın üçündür də o. Belə əldə yumaq üçün deyil. İndi biraz bura töküm. Suyu açın birinci, biraz suyla qarışsın. Şampun isti su eləyirəm. Biraz qarışsın, sonra onu qoyum içində. İstaqda qalsın bir neçə saat. İndi səhərdir. Günorta şey eləyərəm bunu. Suya çəkib götürəcəm. Belə qoyuram bu stolun üstündə. Bu stolun üstündə qoyuram. Suyu çəkilir. Çünki belə bunu yaş mən sərə bilmərəm. Həm ağırdır, həm də ziyan olar. Şəltə. Ona görə belə qoyuram. İndi su axsın üstünə tamam. Sonra yenə bu qap şampunudur. Bundan yenə tökəcəm ora. Belə yuyuram bunu həmişə. Çünki paltaryanı xarab eləyir bu. Su ucu doldu. İndi bağlayım. Sonra biraz dursun suda istansın ki. Sonra gəlib bunu biraz belə eləyim. Hərdən. Belə. Əsas odur suda qalsın, istansın. Sonra bir neçə saat qalsın burada. Sonra bunu yuyaram, belə eləyərəm. Çünki çox ağır olur bunu. Yumaq çətindir. Belə. Əslində bunu elə uşaqların kravatın üstünə salırdım. Elə bir kirləməyib də, yəni yatan olmayıb bunda. Elə ancaq kravatlarının üstünə pakrıqal kimi sərirdim. Ona görə elə bir kiri də yoxdur. Heç suya da çıxmadı da. Elə bir kiri yoxdur. Elə dursun biraz burada, sonra suya çəkib götürərəm. Ucu 3-cü dəfədir ki, buna belə su alıb belə eləyirəm ki, tamam paraşoku getsin. Ucu gedibdir, heç nəyə qalmayıb paraşok. Bu vandan belə yer var. İndi onu açacağım. Bayaq da neçə dəfə də açıram, su gedir. Təzədən bir də doldururam ki, təmiz olsun su. İndi belə açım ki, su getsin tamam. Bütün gecəni qalsın belə. Qoyum qıraqda. Qalsın belə, suyu axsın, getsin, tamam. Yüngül olsun. Sabah səhər inşallah duranda sərərəm. Çünki belə bunu sərmək mümkün deyil. Ağırdır, heç qaldıra bilmirəm. Amma belə bunu belə eləyim. Buradan su tamam axıb gedəcəkdir hamısı. Belə. Bugün səhər tez oyandım, saat 6-da. Həmişə 7-də dururam, 7-yə qalmış uşaqları oyadıram. Bugün tez oyandım çünki Məlikənin məktəbdə dərs veriblər. Onu yazdı, amma şəkillərini həmişə mən çəkirəm deyə. Axşam vaxtım olmadı çəkim. Dedim səhər 6-ya budinlikə qoydum. Dedim oyanıb səhər çəkərəm. Belə çayı hazırladım, bu qaynasın, çay dəmliyim. Mən də oturum burada, şəklini çəkim. Düzdür, Məlikə özü dərsə gedə bilməyəcək, çünki narahatdır, üstünüzə sağlıq, xəstələnib. Amma elə istəyir getsin, axşamdan deyir ki, bax mən gedəcəm amama. Bunu neçə vaxtı hazırlayır ki, aparsın özü, oxusun orada. Və dedim Məlikə neyniyək, inşallah müəllimənə deyərəm, özün gedəndə birinci gün oxuyarsan. Belə, indi burada şəkil çəkim. Bunu da özü yazıb ki, gedib orada oxusun. Dedim, heç nə olmaz, birinci gün oxuyarsan inşallah. Mən xəstə onu nətərə göndərim uşaqların içinə.
ki, o da uşaqları da xəstələndirsin. Əslində qızdırması axşam ucu yox idi, rahat da yatıbdı. Sadəcə yenə də qorxuram ki, uşaqlara salar, ona görə qalsın evdə inşallah. 6-cı bazar günü də qalsın, 1-ci gün inşallah gedər. Mən də oturum şəklimi çəkim. Çayda dəmaldı, keçirim altını. Belə bura boşqab qoyub, dəm çaynikini qoyuruq. Çünki bu dəmir, bu çayniki qoyan, dəm çaynikini qoyanda isti olur, bilmirəm nədir. Ora sulanır, parlanır, sulanır. Sonra da belə qara nəsə rəngi çıxır da oranın. Ona görə belə həmişə bu boşqabı qoyuruq. Onun üstünə qoyuruq dəm çaynikini ki, elə ona su olsun ki, o dəmiri birdən xarab eləyər ora. Sulanar, dəmir xarab olar, paslanır həmi də. Belə, çay hazır. Gedim Rənanı da oyadım. Məlikəni də belə alındı, belə şəkillər çəkdim burada. Belə, biraz düzəltdim. İndi bir dənə qaldı ki, bura Məlikənin şəklini yapışdırım. Hazırdır. Geyim Rənanı oyadım. Allah eləsin Məlikə oyanmasın. Yoxsa ağlayacaq ki, mən məktəbə getmək istəyirəm. İnşallah ki, oyanmaz. Mən özümdə iclasa gedəsiyəm bu gün. Məlikənin iclası var. Elə məcburam Sara ilə getməliyəm. Çünki Sara saat 11-in yarısındadır. Sara həmin vaxt yatmır. Ona görə Sara ilə gedim, bir təhər görüm, nə edirəm. İnşallah ki, sakit durar orada. Rənanı da oyatdım. İndi Rənanla özümə çay süzüm. Hamı yatır hələ ki. Biz çayımıza oturaq içək. Məlikə yaxşı ki, oyanmadı. İnşallah ki, Rəna gedənə kimi oyanmaz. Çayı tamam tökmürəm Rənaya. Çünki başına su alıram. Çox isti olur, içə bilmir. Biraz su alım başına. Gəl oturayım. Burada da belə peçenyeləri hazırladım. Saranın sevdiyi bu peçenyelərdir. Yenə aldırdım ki, belə ağlayıb eləyəndə verirəm, yenə yeyir, başı qarışır. Belə işlərimi tez-tez görürəm, çünki iclasa gedəsiyəm, saat 11-in yarısında məktəbdə olmalıyam. Ona görə tez-tez işlərimi görürəm ki, hər şeyi rahlayıram. Tez özüm də hazırlaşım. Rəna da suyu bunda aparır. Bir ay olar su qabını qırdı. Axırıncı su qabını artıq qırdı. Dedim, heç nə olmaz, ilin axırıdır. Hələ ki, bunda apar, inşallah sentyabrda alarıq. Artıq neçənci su qabı da almışıq, sayını itirmişik. Neçəsi burada? Buradadır. 1, 2, 3, 4 buradadır. Hamısı da qırıqdır. Su buraxırlar, yəni nə bilim, başı bağlanmır. Biri də buradadır. Birini də bura qoymuşam bu su qabını. Hə, Məlikə hətta özünkünü itirdi. İlin əvvəli idi, elə sentyabr, oktyabr ayıydı, təzə almışdıq, itirdi özünkünü. Hələ aşağıda da neçəsi var. Bu 4 ildə biz nə qədər su qabı almışıq, artıq sayını itirmişəm. Elə biləm, hamıda o problem var ki, uşaqlar tez qırırlar su qabını. Bilmirəm, onları pis düzəldirlər, yoxsa uşaqlar yaxşı işlətmirlər, qırırlar. Ona görə dedim, ilin axırı heç nə olmaz, hələ ki, bunu da apar, alarıq gələn il. Amma bu çox yaxşı çıxdı, bu qab. Uca 2-ci ildir, Rəna 3-cü sinifdə oxuyanda almışdıq. 3-cü sinif, 4-cü sinifdə işlədir, məktəbə içində yemək aparır. Məlikənki də yaxşıdır, o da xarab olmayıbdır. İndi inşallah gələn ildə ələşdirəcəklər. Bunlar yaxşı çıxdılar, amma su qabları həmişə qırılır bizdə. İldə ən azı 3 dənə su qabı alırıq, amma yenə də ilin axırına qırılır hamısı. Bugün havada nəsə buludludur. Mən elə bilirdim gün çıxacaq. Amma hava buludludur. Mən də bunu gətirmişəm sərim. Suyu demək olar ki, çəkildi. Uca yüngüldür. Gətirim sərim. Bütün gecəni qalıbdı, suyu axıbdı. Bunu sərim, sonra paltar yuyanda
Axşamdan paltarları qoydum, yusun, getdim yatmağa. İndi bunları da çıxardım, sərim bunu. Birinci bunu sərim, sonra dalınca paltarları sərim. Sonra artıq başlayım hazırlaşmağa. Hazırlaşım, gedim məktəbə iclasa inşallah. İnşallah ki gün çıxar bu. Qalındı. Qurusa yaxşı olardı. Bu günlərim gecəni istəmirəm qoyum çöldə. Çünki axır vaxtı gecələr yağış yağır. Paltar qoya bilmirəm çöldə. Rəna da getdi məktəbə. Məlikəm də burdadır. İnşallah sağalsın, o da gedəcək. Pis olub ki, mən niyə getmirəm? Bunu da bura sərəsi oldum. Çünki o belə suyu tamam getməyibdi. İndi də axır hətta gətirim gərək buranı da silim tez-tez. Bura sərəsi oldum. Çünki oradakına sərdim. Gördüm onu savsem belə ipi aşağı elirdi. Qorxdum ki qırar onu. Elə getdim bura sərdim. Buradakı bərkdir. Buradakı ip bərkdir deyə. Dedim qobuna sərim. Beləcə suyunu süzsün, sonra aparıb yüngülləşəndə o üzə sərərəm. Bütün gecəni qalıb yenə də orada suyunu süzməyibdi. Mən də indi ucu gedirəm iclasa. Sara oyanıbdı, gedim onu tez geyindirəm. Ucu gedirəm. Ona görə hələ ki buranı bir dəfə silim. Gələndən sonra bir də silərəm. Gətirdim buranı sildim suyunu. Altına da bu vannanı qoydum. O birisini qoymuşdum, amma o balacadır. Gördüm suyun hamısını tutmur. İndi bunu qoydum ki, mən gələnə kimi axıb gedəcək savsim suyu. Oradakı aralara girər. Onda da altı bunun taxtadır, çürüdər. Ona görə hələ ki bu vannanı qoydum ki, bunun içinə dolsun suyu. İclasdan gəldim. Saranın yeməyini verdim, onu yatırtdım. İndi durdum. Saranı yatırtdım, yanından durdum. Dedim gəlim biraz burada yerdə otları təmizləyim, yaman bitiblər. Yenə sizə istədim ətir şahı göstərim. Bunu görəndə elə sevinirəm hər dəfə ki, nə yaxşı ki mən bunun başından kəsdim. İndi əməlli başlı belə çiçək açır, yarpaqları yekəlib, əməlli başlı olubdu. Yoxsa ki, çox pis idi, çox. Belə yarpaqları balaca idi, saralmış idi, özü də uzanırdı, nə boyda olurdu. Bu da badam ağacıdır, bunu yoldaşıma veriblər. İndi bunu həyətə əkəcəkdir. Badam ağacı, görək nətər olur bu. Belə, burada da bu alma olmalıdır mən biləni. Almadır, yox, zoğal. Zoğaldır bu. Alma bu olmalıdır. Bu uzun alma olmalıdır. Belə, burada da qaynanam birində avokado əkib, birində çiyələk əkib. Bunu da bilmirəm nədir. Belə. İndi mən də başlayayım buraları təmizləyim. Süpürüm. Bunları qoyum bura. Burada da citikan çıxıbdır dibçəkdə. Elə hərdən su veririk ki, belə bitsin. Bu da həmərsindir. Bunu Gədəbəyə gedəndə bu dəfə yolda qaynanam gördü. Elə dedi ki, bundan gətirək əkək. Oradan çıxartdıq yoldan. Gətirib əkmişik burada belə. İnşallah ki bitər. Belə. Bu muşmuladır. Mən belə muşmula olmalıdır bu. Hə. Belə. Burada da belə yığmışıq zibillər. Bunların hamısını gərək buradan yığım. Neçə gündür küləyi oldu yaman. Bütün tökübdü belə çiçəkləri. Hamısını tökübdü yerə. Təmizləyim gərək bunları. Həyətdə də ramaşka bitibdi. Nə qəşəngdir. Burada da tısbağamız var. Gəlib yemək yeyir burada. Biri də buradadır, indi gördüm. Hardasa buradaydı. Hə, burada da gizlənibdi. Buradadır. Yarpaqların arasında gizlənibdi. Həyət çox otluqdur deyə girmirəm özüm. Qorxuram, ilan zad olar. İndi inşallah buranı təmizləyəsiyik ki, ağacları zada da baxmaq lazımdır. Belə bütün yaşıllaşıqlar. Nar da ucu üstündə var. O fındıqdır, bu nardır.
heyvadır. Orada alma var, yenə heyva var, gilas var burada. Sonra göyəmimiz var, tut var, karalök var, incil neçə dənə orada var. Sonra yadımdan çıxar yenə alça var, qoz var. Demək olar bütün ağaclardan var həyətdə. Buramaşkalar yaman xoşuma gəldi. Tısbağamız da hələ də yemək yeyir burada. Görün bunları. Ha, rahat da çıxırlar. Belə-belə. Yine təmizləyim ki, süpürmək asan da olsun. Yoxsa bunların əlindən süpürmək də olur. Mən get vedirəni mənə gətir, onun içinə yığım elə. Şükür ki, yaxşı təmizlənir. Mən dedim, çıxmayacaqlar, amma çıxırlar. Onsuz da belə uca isti vurur, bunları saraldır, belə qurudur. Amma yenə də prosto süpürmək alınmır bunlarla. Ona görə bunları təmizləməliyəm ki, həyəti süpürə bilim. Rahat. Əlcəklə işləməyi heç sevmirəm də. Ona görə mən qabları yuyanda, ya nəsə belə başqa iş görəndə əlcək işlətmirəm. Amma bunu məcburam burada əlcək işlətməyə. Həmi tozdur, pisdir. Bura həmi də cücülər olur. Qorxuram cücülərdən. Belə. Bu da cücüdür. Yaxşı. Hə, bildim. Hə. İnşallah ki, Sara yatar, gec oyanar. Mən buranı təmizləyə bilərəm inşallah. Sizlə də burada sağollaşım. İnşallah gələn vlogda görüşərik. Elə artıq mən elə də şirniyyat bişirmirəm deyə özümə söz vermişəm ki, daha bişirməyəcəm. Çünki uşaqlar da elə yemir, ancaq elə özüm yeyirəm. Mən də özüm istəmirəm çox şirniyyat yeyim. Ona görə bişirmirəm deyə elə bir çəkməyə elə bir şey də yoxdur. Gündəlikdəki ev silməkdir, plisoslamaqdır. Onda nə qədər çəkim ki. Ona görə elə videolar belə az olur, həm də biraz gec-gec olur. Heç nə, inşallah çalışaram. Biraz tez-tez çəkim, çox çəkim, maraqlı olsun deyə belə mən hər şeyi çəkmirəm ki, maraqlı nəsə olanda çəkim. Yoxsa ki, elə hər şey eyni şeylər çəkmək o maraqsız olar, baxmaq da maraqsız olar. Ona görə inşallah ki, alınar belə tez-tez video çəkib paylaşaram inşallah ki. Heç nə oldu, görüşərik inşallah gələn vloglarda. Sağ olun.